Salam hər bir kəsə, mən Bəşir Bayev. Ümid edirəm ki, hər kəs yaxşıdır. Bugünkü videoda kəmiyyət bildirən sözlər, yəni quantifiers'ın detallı formada izahını verəcəm. Bundan əlavə olaraq sizlər üçün hazırladığım nümunə suallardan tanış olacaq və sizlərdən də suallar soruşacağam. Gəlin vaxt itirmədən mövzunun izahına başlayaq. Və ilk öncə izah eləyək görə bu kəmiyyət bildirən sözlər, yəni quantifiers nədir? Baxın, Azərbaycanda deyirəm ki, məsələn, mənim çoxlu dostlarım var, Alexin çoxlu pulu var, onların bir neçə evi var, deməli, evdə çox az şəkər tozu var və s. Bəs yaxşı, bu kəmiyyət bildirən sözlər var. Çox, az, bir qədər, bir neçə. Bunları bəs ingilis dilində necə ifadə edirik? İngilis dilində biz bunları quantifiers ilə ifadə edirik. Bəs bunların qaydası necədir? Bunlar necə istifadə olunurlar? Gəlin hər biri ilə tanış olaq. İlk öncə başlayırıq A bəndə nə deyir? Özlərindən sonra yalnız və yalnız sayma isim tələb edən quantifierslər. Uşaqlar, bu quantifierslər hansılardır? Gəlin baxaq. Deməli, özlərindən sonra yalnız saymayan tələb edən much'dır, a little'dır, bir də little'dır. Deməli, bunlar özlərindən sonra yalnız və yalnız nə istəyəcək? Sayma isim. Deməli, much'a başlayaq. Much'ın mənası çox-çoxlu deməkdir. Məsələn, much time doğru birləşmədir. Niyə? Çünki much'dan sonra time saymayan oldu. Amma much book və yaxud da ki, much books səhvdir. Çünki much'dan sonra sayılabilən tək isim gələ bilməz, much'dan sonra cəm isim gələ bilməz. Sonra növbəti quantifiers'imiz a little'dır. A little mənası biraz yetərli deməkdir. Bura niyə görə mötərizənin arasında yetərli yazılıb, o haqqda məlumat verəcəm. Məsələn, bu a little time doğru birləşmədir. Amma biz fikir versək, bizdə burada nəyimiz var? A little book bu olmur. Məsələn, a little books bu da olmur. Quantifiers kimi sayılan tək isim və ya da sayılan cəm isimlərlə işləmirlər. Little isə çox az deməkdir, mənası yetərsiz deməkdir. Deməli, eyni formada little'dan sonra da sayma isim gəlir. Məsələn, görürsünüz burada sayma isimlə verilib. Sayılabilən tək isim və ya da ki, cəm isim gəlmir. Sonra davam edirik növbəti kateqoriya ilə. Növbəti kateqoriyadan sonra isə yalnız və yalnız cəm isim tələb edir. Yəni, bundan sonra siz nə sayılabilən tək isim verə bilməzsiniz, nə də sayma isim verə bilməzsiniz. Yalnız və yalnız verə biləcəkləriniz sayılabilən cəm isimlər olacaq. Yəni, sizin üçün burada işarə edeyim ki, aydın olsun. Yalnız bunlar nə istifadə olunacaq? Sayılabilən cəm isimlər. Bəs yaxşı, bunlar hansılardır? Many, several, a few. Gəlin ki, öncə başlayaq many'dən. Uşaqlar, many'nin mənası çox-çoxlu deməkdir. Burada gördüyünüz kimi many'dən sonra cəm isim gəldi. Qəti olaraq sayılabilən tək isim gələ bilməz və yaxud da ki, sayılma isim gələ bilməz. Sonra, deməli, bizdə var several. Several bir neçə deməkdir. Yəni, özündən sonra yalnız və yalnız cəm tələb edir. A few biraz yetərli deməkdir. Few isə çox az yetərsiz deməkdir. Bir dənə də sizin üçün bundan ardıcılığını yazım ki, biləsiniz. Ümumi say baxımından many birinci gəlir. Ondan sonra istifadə olunur several. Ondan sonra olacaq a few. Ondan sonra da olacaq few. Yəni, say baxımından many ən çoxu bildirir, few isə çox azı bildirir. C bəndində bizə nə verib? C bəndində isə biz danışırıq ikiyüzlü quantifiers'lardan. Bunlar nə deməkdir? Yəni, bu quantifiers'lardan sonra həm cəm isim verə bilərsiniz, həm də sayılmayan isim. Hansılardır? A lot of, lots of, plenty of, enough və more. A lot of-dur, lots of-dur, plenty of uşaqlar. Bunlar qardaşdırlar, yəni sinonimlər. Həm leksik baxımdan, həm də qrammatik baxımdan sinonimlər. Mənalar hər üçünün mənası çox-çoxlu deməkdir. Qrammatik cəhətdən də hər üçü özündən sonra ya cəm, ya da sayma isim tələb edir. Məsələn, gəlin buradakı nümunəyə baxaq. Buradakı nümunəmizə görürük ki, nə? A lot of flowers cəm isim verdi. Burada da ki, a lot of coffee sayma isim verdi. Burada məsələn, lots of-dan sonra books cəm isim verdi. Time sayma isim verdi. Plenty of-dan sonra books cəm isim verdi. Time sayma isim verdi. Sonra enough kifayət qədər deməkdir. Məsələn, books burada cəm isimdir. Money sayma isimdir. More daha deməkdir. Məsələn, more questions daha çox sual. More time daha çox vaxt. Okay, bunlar bizim əsas istifadə olunan quantifiers'larımızdır. Demək, A bəndindən sonra yalnız saymayanlar gəldi. Hansılardır? Much, a little. B bəndindən sonra, yəni many, several, a few-dan sonra yalnız və yalnız cəmlər gəldi. Amma C bəndində isə ikiyüzlülərimizdir. Yəni, burada a lot of-dur, lots of-dur, plenty of-dur, enough-dur, more-dur. Bunlardan sonra həm cəm, həm də saymayan gəlir. Gəlin başlayaq qeydlərimizə. Diqqət 1. A lot of-dan sonra mütləq isim gəlməlidir. A lot-dan sonra isə isim gəlməz. Bu testlərinizin çoxunda var, yəni işinizi çox rahatlaşdıracaq. Gördüyünüz ki, nöqtələrdən əvvəl, belə deyək, ya da belə formada yazacaq. Gördüyünüz ki, a lot of-umuz var, düzdürmü? Avtomatik burada isim istifadə etməlisiniz. Ya cəm isim, ya da saymayan. Məsələn, a lot of books və yaxud da ki, a lot of money və s. Amma a lot-u gördüyünüzsə, a lot zərfdir. A lot-dan sonra qəti olaraq isim
istifadə olunmaz. Yəni bunun üstündə bir dənə xətt çəkək ki, bilin ki, bu formu olmur. Və yaxud da ki, əks formada görə bilərsiniz. Məsələn, yazıblar nöqtə money. İndi burada cavab a lot of olacaq yoxsa a lot? Əlbəttə ki, cavab a lot of olur. Çünki a lot-dan sonra isim gəlməz. Gəlin bu nümunələrə baxaq. A lot of books doğrudur. She reads a lot. O çox oxuyur, doğrudur. Bəs yaxşı, burada problem nədir? Burada problem odur ki, a lot-dan sonra isim verib, bu səhvdir. Burada da problemimiz odur ki, a lot of cümlənin sonunda işlənməz. Niyə? Çünki a lot of-dan sonra mütləq isim verməlisiniz. Diqqət edin ki, a lot of-dan sonra həm sayılan, həm də sayılma isim gələ bilər. Lakin sayılan isim gələrsə mütləq cəmlənməlidir. Çünki a lot of-dan sonra sayıla bilən tək isim işlənməz. Bunu da sizə dedik. Məsələn, a lot of book deyə bilməzsiniz. Çünki book sayıla bilən tək isimdir. Siz a lot of books cəm formasını deyə bilərsiniz. Buradakı cədvələ fikir versək, bunların hamısının ortaq bir cəhəti var. Ortaq cəhətləri odur ki, bunlardan sonra sayıla bilən tək isim heç vaxt gəlməz. Yəni buradakıların istənilən növünü seçin, məsələn several. Severaldan sonra məsələn teacher verə bilməzsiniz. Çünki sayıla bilən tək isimdir. Və yaxud da enough'dan da sonra teacher verə bilməzsiniz. Çünki sayıla bilən tək isimdir. Və burada ona görə nəticə olaraq qeyd olunub ki, heç bir kəmiyyət bildirən sözdən sonra sayılan tək isim işlənməz. Sonra davam edirik qeydimizdən. Yuxarıda qeyd etmişdim ki, a little və a few ilə few arasındakı fərqi sizə izah edəcəm. Uşaqlar, bunların məna baxımından fərqi var. Qrammatik cəhətdən hər ikisi əlbəttə ki, özünə sonra sayma isim tələb edir. Biz söhbət elə a little-dan danışırıq. Amma mənaca onların fərqləri var. Baxın, a little mənası biraz deməkdir. Azdır, amma bizə kifayət edir. Məsələn, hər hansı bir uşaq su istəyir, suslayıb. Və stəkanın burasından su var. Düzdürmü? Yəni, belə deyək də, bir qurtumluq və yaxud da bunu buradan çəkə bilərik. 2 qurtumluq suyumuz var, düzdürmü? Okay, onda deyirəm ki, uşağa deyə bilərəm ki, okay, I have a little water, I can give you. Mənim biraz suyum var, yəni azdır, amma yetir də, yəni sənə verə biləcəm. Yəni bir qurtumluq da olsa harda seçəcək. Bir də var ki, su stəkanın dibindədir də, yəni heç bu damcı formasında deyil, çox azdır. Bu artıq bizə nədir? Yetərsiz. Yəni little olacaq, çox az. Məsələn, gəlin buradakı nümunəyə baxaq. I have a little time. Mənim biraz vaxtım var. I can help you. Mən sənə kömək edə bilərəm. Yəni burada müsbət bir məna var. A little varsa mənası bir müsbət bir şeydir. Düzdür, vaxtım azdır. Yəni birazdır. Amma nə edə bilərəm? Sənə kömək edə bilərəm. Amma desəm I have a little time, I can't help you. Sənə kömək edə bilmərəm. Niyə? Çünki vaxtım çox azdır. Aydını belə də saxlayın. Məsələn, digər nümunəyə baxaq. Bu indi a few ilə few haqqındadır. I have a few friends. Mənim bir neçədən dostum var. I am not alone. Mən tənha deyiləm, mən yalnız deyiləm. Deməli, bir azdır. Çox dostum yoxdur, bir azdır. Amma nədir mənim üçün? Yetərlidir. Və ya da I have few friends, I am alone. Mənim çox az dostum var, mən yalnızam. Burada isə çox az, yəni yetərsizdir. Mən hər zaman F-ilə F-ni izah edəndə belə bir nümunə izahını verirəm. Gəlin onu deyək. Məsələn, bilinir ki, hər məktəbdə belə bir sinif olur ki, markerlər olmur, gedirlər digər siniflərdən marker istəyirlər. Məsələn, belə deyək ki, mənim otağımda, dərs dediyim sinif otağında əlimdə 4 dənə markerim var. Bu markerlərdən deməli 2 dənəsi qaradır, bir dənəsi mavidir, bir dənəsi də yaşıl rəngdir. Deməli, ümumidə 4 dənə markerim var. Və bunlar uşaqlar, mən fərqli rənglərlə yazıram. Həmişə görsə dərs sayında görsə qırmızı var, sarı var, digər mavi var. Çünki istəsini bu diqqəti cəmləşdirir. Və eyni formada lövhədə yazanda belə olur. Deyirəm ki, uşaq gəl mənə istəyir, mən deyirəm ki, okay, I have a few markers. Mənim deyirəm bir neçə markerim var, I can give you. Mən sənə verə bilərəm. Niyə? Çünki mənim əlimdə 2 dənə qara var da, bunun bir dənəsini mən paylaşa bilərəm. Yəni, mənim üçün okeydir. Amma bir də fikirlərsək ki, mənim əlimdə bir dənə qara rəngli, bir dənə mavi rəngli və bir dənə də yaşlı rəngli markerim var. Və mən özüdən qeyd etdiyim kimi, mən fərqli rəngli markerlərdə yazıram. Bu mənim üçün mütləqdir. Onda deyəcəm ki, I'm sorry, I have few markers, I can't give you. Mənim deyirəm ki, üzgünəm, mənim çox az markerim var. Niyə? 3 dənədir, bu mənim üçün, yəni özüm üçün istifadə edirəm də. Bunu paylaşmaq üçün yetərli deyil axı. Sonra, uşaqlar ən çox dərs izləyən zaman verdiyi suallardan biri F ilə elite haqqındadır. Çünki uşaqlar artikel görəndə avtomatik ağıllarına gəlir ki, artikel və yaxud da ki, n artikel varsa avtomatik biz sayıla bilən tək isim istifadə edə bilərik. Amma uşaqlar, F ilə elite belə yada saxlayın ki, bu birləşmədir. Yəni siz oradakı artikelini ayıra bilməzsiniz. Onda belə deyək ki, bu birləşmə səhvdir. Çünki niyə? F-dən sonra cəm isim gəlib. Xeyr, bu doğru bir birləşmədir. Biz F-ni ayırmırıq, bunu birləşmə kimi baxırıq. Eyni qayda elatofa da aiddir. Elatofdan sonra məsələn cəm isim gəlir. Onda deyək ki, bu səhvdir. Çünki burada artikel var. Xeyr, bu nədir? Birləşmədir. Yəni siz elitinin də, elatofun da, F-nin qarşısındakı artikla
fikir verməyin. O birləşmənin tərkib hissəsidir. Üçüncü qeydimizdə nə deyir? Uşaqlar, little-dan few-nun mənası çox az demək, düzdürmü? Və onun elə bir mənası noya bərabərdir. Yəni yoxdur da, yəni yox dərəcədə çox azdır. Ona görə də bu iki quantifiers, tənedicilərimiz inkar cümlələrində işlənmirlər. Məsələn, let's hurry, gəlin tələsək, we haven't got much time. Bizim çox vaxtımız var. Daha çox vaxtımız yoxdur. Niyə tələsirik? Çünki çox vaxtımız yoxdur. Bu düzgün bir cümlədir. Bir də ikinci cümləni oxuyaq. Let's hurry, gəlin tələsək, we haven't got little time. Bizim çox az vaxtımız yoxdur. Çox az vaxtımız yoxdursa, onda niyə tələsirik? Yəni çox az vaxtımız yoxdursa, o deməkdir ki, çox vaxtımız var da. Yada saxlayın ki, little inkarda işlənməz. İndi belə bir sizə sual verirəm. A little-dan little-ı cümlədə istifadə eləməlisiniz. Yəni hər ikisinə aid bir dənə cümlə yazın. Sonra qeyd 4-dən davam edirik. Uşaqlar, a little-dan little yuxarıda danışdığım hissələrin hamısı quantifiers kimi idi. Yəni quantifiers kimi onların mənası biraz yetərli, çox az yetərsiz deməkdir və onlardan sonra sayma ismin gəldiyini qeyd elədim. Bəs yaxşı, biz little sifət kimi də istifadə edə bilərik axı. Məsələn, little sifət kimi mənası kiçik balaca deməkdir. Amma burada onda nüans dəyişir. Gəlin indi mən sizin üçün bir dənə boş vərəqə açım. Bir dəqiqə bu hissəni tapım ki, harda yazırdıq. Bir dəqiqə bunları açım ki, sizə tam şəkildə izah eləyə bilək. Prananın sonrasıydı. Okay, buradan bir dənə boş vərəqə açaq. Məsələn, gəlin buradan iki qrafa kimi bölək. Birinci tərəfimiz olsun quantifierslər, ikinci tərəfimiz olsun adjective. İndi, məsələn, quantifiers kimi yazaq. A little time və yaxud da ki little money. Bunlar deməli, görürsünüz ki, hər ikisindən sonra sayma isim gəldi. Çünki biz də onlara quantifiers kimi yanaşdıq. Amma bir də little-ın sifət kimi mənası ola bilər də. Onda little-dan sonra bütün cəm, tək, sayma, hər bir şey gələ bilər. Gəlin sizin üçün nümunələr yazaq. Məsələn, deyə bilərsiniz ki, a little kid. Balaca uşaq. Və yaxud da ki, little kids. Balaca uşaqlar. Yəni, bu formada deyə bilərsiniz. Yəni, görsəniz ki, a little-dan sonra ya sayıla bilən tək, ya da cəm isim veriblərsə, bu deməli, hansı mənadadır? Sifət formasındadır. Yəni, burada mənaları balaca, kiçik deməkdir. Okay, davam edirik. Məsələn, burada a little boy, balaca oğlan, little boys, balaca oğlanlar. Sonra növbəti qeydimiz only ilə bağlıdır. Uşaqlar, only sözünün mənası yalnız deməkdir. Only-dən sonra a few, a little, some gələ bilər. Digərlə, heç bir söz gələ bilməz. Deməli, only-dən sonra ingiliscə nə gələcək? 3 dənə sözümüz. Ya a few gələ bilər. Gördünüz ki, only-dir, a few-dur. Avtomatik nə verəcəksiniz? Cəm isim. Sonra only-dan sonra a little gələ bilər. Only, a little sayma isim olacaq. Bir də only-dan sonra some gələ bilər. Uşaqlar, some'dan sonra da iki cür isim gələ bilər. Ya cəm ola bilər, plural. Və yaxud da ki, uncountable ola bilər. Bunu da yada saxlayın. Deməli, only-dan sonra 3 dənə sözümüz gəldi. A few, a little, some. Only-dan sonra a few gələrsə cəm isim verəcəksiniz. Hansı ki, burada var. Only-dan sonra sayma isim gələn, a little gələndə sayma isim verirsiniz. Only-dan sonra some gələndə isə ya cəm ya da sayma isim olur. Amma burada məsələn üstünə x çəkdiklərimiz, kitabda çəkilir. Bunların heç biri ondan sonra gələ bilməz. Növbəti qeydimiz. Uşaqlar, kəmiyyət bildirən sözlərdən sonra, məsələn, iki isim yanaşı gəlibsə, biz avtomatik olaraq ikinci, yəni sonuncu isimə baxırıq. Bu qaydan olsa mən isimdə sizə demişəm ki, ingilis dilində 100 isim, yəni milyon dənə isim yanaşı gəlirsə, ən sonuncu ismimiz əsas sayılır. Məsələn, burada peach trees, iki isim yanaşı gəlib, amma biz burada trees'dən asılıyıq. Ona gördünüz, main'dən sonra cəm isim verdik. Burada da basketball match. Burada a few-dən sonra cəm isim verdik. Yenə yada saxlayırsınız ki, iki isim yanaşı gələndə hər zaman sonuncu ismimiz əsas sayılır. Və sifət isim gələndə də biz ismə veririk. Məsələn, there are many interesting books in our library. Burada books'a görə many verdik və yaxud da many'yə görə books verdik. Hər iki formada deyə bilərik. Sonra növbəti sözümüz veridir. Uşaqlar, veri çox deməkdir. Özlərindən sonra, veridən sonra artiklesız quantifiers'lar gəlir. Yəni elə bir tərkibində artikel olmayan. Hansılardır? Many, much, few, little. Bu veridən sonra gələ bilər. Məsələn, very many student. Çoxlu, yəni həddən artıq çoxlu şagirdlər. Və ya very much money. Həddən artıq çox pul. Və ya very few, məsələn, pence. Çox az qələm bu formada.
Bir də şolar verinin ekvivalenti kimi to-da istifadə olunur. To-nun mənası həddindən artıq çox deməkdir. Yenə to-dan sonra da yalnız artiklesız quantifiers-lər gəlir. Yəni many, much, few, little istifadə olunur. Qəti olaraq siz bunlardan sonra a few-dur, a little-dur, a lot of-dur verə bilməzsiniz. Bax ona görə də burada qeyd olunub ki, verdən sonra artikel olmur. Bir də to-nun to haqqında danışmaq istəyirəm uşaqlar sizə. To-nun mənası həddindən artıq çox deməkdir. Ver çox deməkdir. Bu müsbət mənalı sözdür. Amma to isə həddindən artıq çox deməkdir. Bu mənfi mənalı söz əslində. Mən hər zaman bu qaydanı izah edəndə, bu hissələrdən danışanda kimyaya inteqrasiya edirəm. Kimyada mənim indi bilirsiniz yoxsa yox, məhlullar bölməsi var və məhlullar bölməsində belə bir dərs var. İfrat doymuş məhlullar, doymuş məhlullar, bir də doymamış məhlullar. Mən hər zaman uşaqlara bunu izah edirəm. Məsələn, bir nümunə deyim, yəni 2 mənə hələlik qoysaq kənara. Adi çox insan səhər-səhərlər şirin çay içirlər, düzdürmü? Məsələn, əgər siz şirin çaya bir deməli belə deyək də çay qaşığı şəkər əlavə edirsinizsə, bu azdır. Yəni onu çox da şirin eləməyəcək, düzdürmü? Hansı ki buna kimyada elə bir doymamış məhlul kimi deyirik. Amma siz ona 3 və yaxud da ki 5 qaşıq əlavə eləsəniz, mən burada normal şirinlik olacaq. Bir də var ki, siz fikir verin ki, bir stəkan, yəni normal bir stəkandır da, ona siz 10 qaşıq şəkər tozu əlavə edirsiniz. Avtomatik nə olacaq? Dəhşət dərəcədə şirin içə bilməyəcəksiniz, düzdürmü? Bu artıq həddindən artıq çoxdur. Yəni mənfi bir şeydir. Bir şeyin həddindən artıq çox olması mənfi mənada, aydındır? Yada saxlayın ki, to-da mənası həddindən artıq çox deməkdir. Yəni mənfi mənada istifadə olunan bir sözdür. Okay, davam edirik növbəti qeydimizdən. Növbəti qeydimizi biz so-dan danışacağıq. So-nun mənası elə belə deməkdir. So-dan sonra da artiklesız quantifiers-lər gəlir. Yəni many, much, few, little. Qəti olaraq siz so-dan sonra a few, a little, a lot of verə bilməzsiniz. Çünki so-dan sonra heç vaxt article işlənmir. Aydındır? Bəs yaxşı, bu so-dan sonra quantifiers'in gəlməsidir. So-dan sonra nitqçələr necə gələ bilər? Gəlin burada sizin üçün izah edək. Uşaqlar dedik ki, so-nun mənası elə belə deməkdir. So-dan sonra birbaşa ya sifət gələ bilər, adjective və yaxud da ki, zərf gələ bilər, adverb. Aydındır? Yəni bunu yada saxlayın. Ya sifət, ya da zərf gələ bilər. Məsələn, deyə bilərəm ki, so nice. Məsələn, elə gözəl və yaxud da ki, bunu zərf kimi də verə bilərik. Və yaxud da so, hər hansı bir zərf, nice-dən özünüz zərf kimi yazaq da, niyə yazmaq ki, olsun belə. Aydındır? Birində sifət kimi verdik, adjective, birində isə zərf formasına verdik. Bəs yaxşı, so-dan sonra isim istifadə edə bilərəmmi? Məsələn, so nice people deyə bilərəmmi? Xeyr, uşaqlar. So-dan sonra belə birbaşa isim gələ bilməz. So-dan sonra ya təkcə gəlməlidir sifət, ya da yalnız gəlməlidir zərf. Başqa nitqçəsi gələ bilmir. Bəs yaxşı, so-dan sonra elə bir hal, elə bir situasiya varmı ki, mən isim istifadə edirəm? Bəli. Əgər siz so-dan sonra quantifiers'ləri verirsinizsə, hansı quantifiers'ləri verə bilirdik? Articlesız. So many, so much, so few, so little. Bunları istifadə edə bilirik. Bəli, əlbəttə ki, bu quantifiers'lardan sonra nə verəcəksin? İsim. Məsələn, so many student. So much money. So few pencils. So little blood. Aydındır? Deməli, so-dan sonra birbaşa isim gələ bilməz və yaxud da ki, sifət isim gələ bilməz. Amma so-dan sonra necə isim verə bilərsiniz? Ortada quantifiers istifadə eləməklə. Hamısı da burada qeyddə, kitabda yazılıb. Sonra davam edirik saçla. Saçın da mənası elə belə deməkdir. Saçdan sonra yalnız və yalnız bir dənə quantifiers istifadə olunur. O da a lot of-dur. Saçdan sonra many, much, few, a few, little, a little istifadə oluna bilməz. Bir də şolar, saçdan sonra nitqçəsi kimi gələ bilər? İsim gəlməlidir. Saçı harda gördünüzsə, ondan sonra avtomatik siz isim verə bilərsiniz. Burada sizin üçün qeyd edirəm. Saç plus noun. Bilirsiniz də uşaqlar, isim olan yerdə sifət də istifadə oluna bilər. Ona görə də formulanı uzatsaq belə olacaq. Yəni buradan yazım. Saç, üstəgəl, mötəzələr arasında adjective yazıram. Yəni ola da bilər, olmaya da bilər. Amma saçdan sonra mütləq isim olmalıdır. Sonra davam edir 10-cu qeydimizdən. Uşaqlar, little kiçik balaca mənasında sifət kimi işlənərsə, onda qarşısında saç gələ bilər. Əslən biz dedik ki, saçdan sonra little-dan a little gəlmir. Bəs necə oldu ki, burada saç a little istifadə olundu? Çünki burada a little quantifiers deyil, sifətdir. Burada dedim axı, saçdan sonra sifət isim gələ bilər. Burada da məsələn a little sifətimizdir, boy isimimizdir. Sonra 11-ci qeydə baxırıq. Much uşaqlar cümlədə həm sifət, həm də zərf kimi gələ bilər. Bu nə deməkdir? Sifət deyəndə, sifət harda gəlir əsasən? İsmin qarşısında. Yəni, much sifət kimi işlənib ismin qarşısına gələ bilər və yaxud da ki, zərf kimi işlənə bilər, yəni feildən sonra gələ bilər.
Amma main isə yalnız və yalnız sifət kimi işlənir. Yəni isimdən əvvəl gəlir. Gəlin onlara baxaq. Məsələn, much time çoxlu vaxt burada sifət kimi oldu çünki özdən sonra isim gəldi. To read much çox oxumaq burada isə zərfdir çünki feildən sonra gəldi. Bəs main ilə bağlı nədir? Many books çoxlu kitab burada sifətdir çünki özdən sonra isim gəldi. To read many deyə bilməzsiniz çünki many zərf kimi istifadə olunmur. Yalnız sifət kimi istifadə olunur. Qeyd 12-yə baxırıq. A lot of yalnız sifət kimi, yəni isimdən əvvəl istifadə olunur. A lot isə yalnız zərf kimi istifadə olunur. Artıq bunu mən sizə izah elədim. Yəni a lot of-dan sonra mütləq isim gəlməlidir. A lot-dan sonra isə qəti olaraq isim gələ bilməz. Sonra 13-cü qeydi də artıq mən sizin üçün demişəm. Plenty of, a lot of və lots of bunlar üçü də eynidirlər. Həm leksik, həm də qrammatik baxımdan hər bir şeylər ortaqdır. Və uşaqlar bu birləşməyi yadda saxlayın ki, belə bir birləşmələr yoxdur. Bəzən uşaqlar götürürlər a lot of-un artiklını yazmırlar. Səhvdir. Sən onun artiklını yazmalısan. Və yaxud da ki, yazırlar a lots of. Burada cəmləmirsən axı necə artikl kimi istifadə edirsən. Belə formalar olmur. Burada da ona görə yazılıb. Sonra 14-cü qeydi də artıq yəni demək olar ki, demişik. Uşaqlar a little həm sifət kimi, həm də zərf kimi istifadə oluna bilər. Hansı ki, özünü oxşaldır matcha, yəni match da belədir. Amma few isə yalnız sifət kimi olur. Bu da hansı ki, qaydası many'yə bənzəyir. Sonra 15-ci qeydə baxırıq more haqqında. Uşaqlar qeyd elədik ki, moredan sonra ya saymə isim, ya da cəm isim gəlir. Amma uşaqlar elə hallar ola bilər ki, görək ki, moredan sonra sayıla bilən tək isim gəlsin. O zaman baş verir ki, moredan əvvəldə hər hansı bir təyin edici söz istifadə olunsun. Məsələn, gəlin bu nümunəyə baxaq. Burada moredan sonra question, sayıla bilən tək isim istifadə olunub. Necə oldu ki, moredan sonra sayıla bilən tək isim istifadə edik? Çünki bizdə qabaqda nə var? One var. One bir deməkdir. Birdən də sonra sayıla bilən tək isim tələb edir. Sonra növbəti qeydimizdir. Növbəti qeydimizdə a number of-dan, the number of-dan danışırıq. Uşaqlar, a number of-dan, the number of-un hər ikisindən sonra cəm isim istifadə olunur. Hər ikisinin ortaq xüsusiyyəti odur ki, cəm isimlə işlənirlər. Lakin xəbərləri fərqlidir. A number of-un xəbəri cəm olur, the number of-un xəbəri tək olur. Gəlin bunların mənasını izah edeyim. Uşaqlar, a number of-un mənası çox-çoxlu deməkdir, yəni çoxlu miqdarda. Bir növ many-nin sinonim kimidir. Məsələn, I have a number of students. Mənim çoxlu sayda şagirdim var. Və ya da a number of questions were asked. Çoxlu sayda suallar, çoxlu miqdarda suallar soruşuldu. Amma the number of isə bir şeyin miqdarıdır. Yəni neçə dənə olmasını bildirir. Məsələn, buradakı nümunəyə baxaq. The number of people in our group is 25. Bizim qrupda olan uşaqların sayı 25-dir. Yəni biz burada sadəcə məfhumu veririk ki, neçə dənədir və ya da neçə nəfərdir, neçə hissədən ibarətdir, bunları veririk. Sonra növbəti sualım odur ki, uşaqlar, a number of-dan the number of-u cümlədə istifadə edirsiniz. Yəni bir dənə cümlə a number of üçün yazarsınız, bir dənə cümlə the number of üçün yazarsınız. Davam edək, artıq demək olar ki, qaydanı yekunlaşdırmışıq. Sadəcə burada bəzi notlar kimi var, onlara baxırıq. Baxa yekunlaşdıraq. İndi birinci versiyada yazıblar yanlışları, ikinci səhvdə yazıblar doğruları. Gəlin bir izah edək ki, görə bunlar niyə səhvdir? Uşaqlar, a lot of səhvdir. Bayaq da qeyd edəlim kimi, siz burada elə bir cəmləmişsiniz, təzədən də vermisiniz. Bu formada istifadə olunmaz. Onun düzgün versiyası a lot of-dur. Lot of da ola bilməz, çünki bunun qarşısında ya a olmalıydı və yaxud da ki, lots of olmalıdır bu formada. A lot books deyə bilməzsiniz, çünki a lotdan sonra isim gəlməz. Onun əksinə yaza bilərsiniz a lot of books. She reads a lot of deyə bilməzsiniz, çünki a lot of cümlənin sonunda gəlmir. Mütləq çünki a lot-dan sonra isim gəlməlidir. Amma onun əvəzinə she reads a lot deyə bilərsiniz. Only little, only few ola bilməz, çünki only-dan sonra a little a few gəlir. Artikel ortada istifadə olmalıdır. Such many, such much, such few, such little istifadə oluna bilməz. Çünki suchdan sonra yalnız a lot of verə bilərsiniz. Sonra so a lot of, so a few, so a little deyəmirik. Çünki so'dan sonra artikellar gəlmir. So'dan sonra yalnız gələnlər hansılardır? Much, many, few, little. Sonra to'dan sonra da, where'dən sonra da artikellar gəlmir. Bunu yadda saxlayırsınız. To'du, where'di, so'du. Bunlardan sonra qəti olaraq article istifadə olunmur. Yəni sonra article verə bilməzsiniz. 17-ci qeydə nə deyir? Of sözünü varsa, ondan sonraya baxmaq lazım deyil. Ofdan əvvəlki sözlərə uzlaşdırmalısınız. Belə yadda saxlayın uşaqlar. Ofdan əvvələ bir baxırsınız, ofdan sonraya bir baxırsınız. İndi burada bizdə ofdan sonrakilərdə heç bir şey yoxdur, yoxlamağa da ehtiyac yoxdur. Amma məsələn burada a few pieces doğrudur. Çünki a few-dən sonra cəm isim gəlməlidir. A little pieces səhvdir. Çünki a little-dan sonra cəm isim gəlməz. Burada da qeyd olunduğu kimi, məsələn, of sözünüzü yoxdursa, onda kəmiyyət bildirən sözü ən son isimlə uzlaşdırmalıyıq. Çünki dediyim kimi, 10 dənə isim yanaşı gəlibsə, əlbəttə ki, bizim üçün lazım olan, yəni bizim üçün vacib olanı sonuncu isim sayılır. İndi mən sizin üçün bəzi qeydlər demək istəyirəm ki, hansı ki, onları siz özünüzə də qeyd edin. İlk qeydimiz uşaqlar nə ilə bağlıdır? Gəlin sizin üçün izah edeyim.
İlk qeydimizdə a lot of-dan deyirik. Baxın, biz yuxarıda qeyd elədik ki, a lot of özündən sonra həm cəm, həm də saymə istifadə olunur. Many-dən sonra isə yalnız cəm veririk, much-dan sonra isə yalnız və yalnız saymə istifadə olunur. Bəs yaxşı, elə bir situasiya yarana bilər ki, məsələn, nöqtə yazıblar, books veriblər. Belə bir nüans ola bilər. Bəs onda indi burada cavabı a lot of götürək, yoxsa many götürək? Əlbəttə ki, hər ikisini götürə bilərsiniz. Amma bəzi nüanslar var ki, orada a lot of işləmir. Yada saxlayın. Many ilə much həm təsdiq, həm sual, həm inkar cümlələrində işlənə bilər. Hamısında istifadə edə biləcəksiniz. Amma a lot of isə yalnız və yalnız təsdiq cümlələrində işlənir. Bunu yada çıxartmayın. Demək, gəlin sizə bir dənə də boş verək qaçın buradan. Burada indi bir dənə tapım görüm. Hansıydaydı? Quantifiers'ın bu hissəsi. Ki, boş verək açılsın. Sizə yəni tam onu aydın şəkildə də ayrı yazım. Sizin üçün tam aydın olsun. Burada. Deməli, bunu yada saxlayırıq ki, a lot of, yazmadı, a lot of'dur, yalnız və yalnız təsdiq cümləsində işlənir. Affirmative. Amma many ilə much həm təsdiq, həm inkar, həm də sual işlənə bilər. Məsələn, belə cümlə yazıram. I don't have nöqtə, məsələn, cars olsun. İndi bu cümlədə avtomat uşaqlar deyir ki, hə, ikisi də olur, a lot of da olur, many də olur. Xeyr, ikisi də ola bilməz. Axı bu cümlə inkardır. Düzdür, inkar olmazsa da a lot of verə bilərdin, amma avtomatik görür ki, bu inkardır da. İnkar istəyirsən necə a lot of yaza bilirsən? Deməli, cavabımız yalnız nə olacaq? Əlbəttə ki, many. Yəni bunu mütləq yadınızda saxlayın. Sonra bizim bəzi sözlərimiz var ki, onlardan sonra qəti olaraq isim verə bilmirik. Artıq biri ilə siz tanış oldunuz, hansı ki bu a lot idi. A lot-dan sonra əlbəttə ki siz qəti olaraq hər hansı bir belə deyim də isim verə bilməzsiniz. Harda ki a lot-u görürsünüz, qəti olaraq yəni siz orada ismi istifadə edə bilməyəcəksiniz. Bəs yaxşı, başqa belə bir sözlərimiz varmı? Əlbəttə ki var. Yəni mən onları sizin üçün yazacağam ki, sizlərə tam aydın olsun. Başlayırıq hansılar? Deməli, özündən sonra isim istəməyənlər. A lot, əlbəttə ki, bunu artıq 100 dəfə dedik ki, bunlar sizin üçün vacibdir. A lotdur, sonra none'dır, bunu yadda saxlamalısınız. Else'dir ki, bunlar özlərindən sonra qəti olaraq isim istəmirlər. Düzdür, isim istəməyənlər çoxdur, bunu daha çox siz pronounla tanış olacaqsınız. Pronounla, məsələn, gəlin yazaq da, əslində yazmayacaqdım, amma yaxşı yazaq. Others'dır, the others'dır. Bunlardan sonra qəti olaraq uşaqlar isim verə bilməzsiniz. Plus noun yazıram və üstündən də xətt çəkirəm ki, biləsiniz. Qəti olaraq bunlardan sonra isim istifadə olmaz. Hansılardır? A lot, none, else, others, the others. Məsələn, burada da sizin üçün bir dənə example qeyd edeyim. Siz indi a lot-u çox dedikdə, məsələn, yazaq ki, none ilə yazaq. None books verə bilməzsiniz. Çünki none-dan sonra isim gələ bilməz. Sonra, bəzi sözlərimiz var ki, onlardan sonra yalnız sahibədən tək isim istifadə olunur. Hansılardır? One, bir deməkdir. Və yaxud da ki, an artikellarımız, each, every, sonra either ilə özünü də verə bilərik, either. Uşaqlar, bunları siz harda görürsünüzsə, avtomatik olaraq nə verəcəksiniz? Sayıla bilən tək isim. Sayma isim yox, sayıla bilən tək isim. Məsələn, deyə bilərsiniz ki, each book. Bu doğrudur. Və yaxud da every teacher. Bunlar düzgün versiyadır. Bu gələ bilər. Buraya yazım, gələ bilər. Okey, başqa bir nüansımız var idisə, bir də mən sizə bir nüansda demək istirdim. Düzdür, o çox da görməyəcəksiniz, amma yenə də deyək. Uşaqlar, bizdə belə bir birləşməmiz var. A great deal of. A great. Sizin proqramda yoxdur, amma əlavə sizin üçün yazdırıram. A great deal of. Uşaqlar, bu matchın ekvivalentidir. Yəni, match necə ki, özdən sonra saymə istifadə edir. A great deal of da saymə istifadə olunur və hər ikisi mənə çox-çoxlu deməkdir. Məsələn, deyirəm ki, Alex has much money və ya deyə bilərəm ki, Alex has a great deal of money. Aydında yəni hər ikisini istifadə edə bilərsiniz. Okay, qayda ilə bağlı bu qədər. Onsuz da detallı formada hər bir şey izah elədik. Gəlin davam eləyək bunların sualları ilə. Birinci suala baxırıq, görürük ki, only var. Only'dan sonra biz avtomatik ağlımıza gəlir ki, quantifiers kimi ya a few ya da a little gəlir. Deməli biz ismə baxmalıyıq. Burada da only'dan sonra sayma isim gəlib. Only'dan sonra sayma isim gələndə a little veririk. İkinci sual siz izah edəcəksiniz. Üçüncüdə only var yenə. Only'dan sonra cəm isim gəlib. Only'dan sonra cəm isim gələndə biz a few veririk. B bəndə olur. Dördüncü sualı siz izah edəcəksiniz. Davam edib 5-ci sualdan. 5-ci sualda minute, dəqiqə sözümüz cəmdir. Elatan sonra heç bir isim gəlməz.
A little, that's a little matchdan sonra isim gəlməz deyə, that's a cəm isim gəlməz deyə cavab qalır a few. I need a few minutes to finish this task. 6-cı suala baxırıq. 6-cı sualda money sayma isimdir. Many'dən sonra, a few'dən sonra, few'dən sonra sayma isim gəlməz. Ona görə avtomatik olaraq bunları çıxırıq. Və qalırıq matchdan a little. Do you have much money with you? Yəni üzərində çox pul var. İndi biz əlbəttə ki, burada a little-ı verə bilərək qrammatik cəhətdən. Sadəcə mənasına görə uyğun gəlmir də. Üzərində biraz pul var. Düzdür, yenə deyirəm, mənaca hər ikisi uyğun gələ bilər. Daha qrammatik cəhətdən hər ikisi uyğundur. Sadəcə məna baxımından biraz a little yazılmır da. Üzərində biraz pul var, yəni kifayət edəcək qədər. Sadəcə üzərində soruşarsan, üzərində çox pul var. Ona görə bəndimiz olacaq A bəndi. 7-lə davam edirik. Information sayma isimdir. Few'dan, many'dən sonra sayma isim gəlməz. A lot-dan sonra isim gəlməz. Qalırıq A ilə Y variant arasında və bizdə information sayma isimdir. Hər ikisi əlbəttə ki olar. Sadəcə cümləmiz inkardır. Biz bilirik ki, inkar cümlələrində qəti olaraq little istifadə olunmaz. Ona görə cavabımız qalır match A bəndi. 8-ə baxırıq. 8-ci nöqtələrdən sonra cars cəm isimdir. A lot-dan sonra isim gəlməz. A little matchdan sonra cəm gəlməz. Qalırıq D-dən Y. Biri çox deməkdir, biri çox az deməkdir. Deməli, nəsə tərcümə var. The city is crowded. Şəhər izdihamlıdır. There are a lot of cars on the street. Küçələrdə çoxlu deməli maşınlar var. Əlbəttə ki, bəli. İzdihamlıdırsa avtomatik çoxlu da maşınlar olacaq. Deməli, cavabımız olacaq D bəndi. The city is crowded. Şəhər izdihamlıdır. There are a lot of cars on the streets. Küçələrdə çoxlu maşınlar var. 9-cu suala baxırıq. Time'dır. Time sayma isimdir. Many'dən, few'dən sonra sayma isim gəlməz deyə cavab qalır 1-2. O da deyir D bəndi. 10-cu sualı siz izah edəcəksiniz. 11-ci suala baxırıq. 11-ci sualda if-dən sonra books cəm isim verib əla. A little-dansa baxın uşaqlar, burada of var. Of varsa ofun əvvəlindən bir ayrıca baxaq. A little-dan sonra pieces cəmlənib, belə bir versiya ola bilməz. A little-dan sonra sayma isim verib, doğrudur. If-dən sonra cəm isim verib, doğrudur. If-dən sonra sayıla bilən tək isim verib, if-dən sonra sayıla bilən tək isim gələ bilməz deyə səhvdir. Cavab olur 1, 3, 4, D bəndi. 12-ci suala baxaq. If-dən sonra sayıla bilən tək isim gəlməz. Bu avtomatik cəmlənməli idi deyə çıxırıq. If-dən sonra cəm isim verib, doğrudur, əla. If-dən sonra pair, sayıla bilən tək isim gəlməz. Bu cəmlənməli idi, çıxırıq. If-dən sonra cəmlənib, əla. A little-dan sonra vegetables cəmlənib, səhvdir. A little-dan sonra cəm isim gələ bilməz. Cavabımız olacaq 2, 4, o da A bəndi. Sonra 13-cü sualı siz izah edəcəksiniz. Davam edirik 14-cü sualla. Deməli, if-dən sonra cəm isim gəlməlidir, amma bizdə cəm isim deyil deyə avtomatik çıxırıq. A little-dan sonra cəm isim gəlib, əksinə, a little-dan sonra cəm isim gəlməz deyə çıxırıq. Ondan sonra if-ü gəlib, əla. If-dən sonra cəm isim gəlib, əla. Many'dən sonra information, sayma isim gəlib, olmaz. Matchdan sonra experience, təcrübə, sayma isim gəlib, olar. Cavab olacaq 3, 5, C bəndi. 15-ci suala baxırıq. 15-ci sualda bir-bir oxumaq görə hansılar doğrudur? Düzgün versiya seçməliyik. Only few ola bilməz. İngiliscə only a few birləşməsi yoxdur. Burada olmalıydı only a few. Ona görə biri çıxdıq. I need only a few sugar for my tea. Only a few birləşməsi doğrudur. Amma bəs a few-dən sonra sayma isim gəlməz axı. Cəm isim gəlməlidir. 2-ni də çıxırıq. We saw only little birds in the park. A little-dan sonra cəm isim gəlməz deyə 3-ü də çıxdıq. There is only little milk in the fridge. Bu doğrudur. Only'dan sonra a little gəldi. A little'dan sonra da sayma isim gəldi. Doğrudur. The teacher asked only a few questions. Bu da doğrudur. Only'dan sonra a few gəldi. A few'dan sonra da cəm isim gəldi. Doğrudur. Deməli, cavabımız olacaq 4, 5. 16-cı sualı siz izah edəcəksiniz. Davam edək 17-ci sualla. Could you give me a few advice? A few'dan sonra sayma isim gəlməz deyə biri çıxırıq. I have a little work to do this evening. A little'dan sonra sayma isim gəlib. Doğrudur. 2-ni götürürük. She hasn't got many homework today. Many'dən sonra sayma isim gəlməz deyə çıxırıq. There isn't much water in the bottle. Must'dan sonra sayma isim gəlib. Götürürük. Are there much books? Must'dan sonra cəm isim gəlib. Götürmürük. Cavabımız qaldı 2, 4. 18-də izah edək. Many'dən sonra cəm isim gəlib. Əla, götürürük. Only'dən sonra a few gəlməli idi. Səhvdir deyə götürmürük. Must'dan sonra cəm isim gəlib. Must'dan sonra cəm gəlməz deyə götürmürük. Home and information səhvdir. Çünki information sayılmaz isimdir. Many yox, must'dan işlənər.
She has a little patience with children. Bu doğrudur. Çünki patience səbir sözü sayma isimdir. A little'dan da sonra sayma isim gəlir. Doğrudur. Deməli, cavabımız olacaq 1 və 5. Suallardan da bu qədər. Ümid edirəm ki, mövzu sizin üçün tam aydındır. Hər birinizdə uğurlar. Nəsə sualınız olsa mütləq qeyd etməyi unutmayın. Uğurlar.